Salam, 57 nömrəli testə baxırıq. Deməli, A mol arginium sulfat, B mol natrium sulfat və C mol mis-2 sulfatdan ibarət duzlar qarışığında metalların kütlə payı 40%-dir. Qarışıqdakı kükürt və oksigenin kütlə payını hesablayın. Bunun üçün yəni burada düzmüşəm həmin o duzları. 3 dənə duzumuz var. Biri A mol, biri B mol, bir də C mol. Və burada ümumi bax duz bilirik də metaldan və turşu qalığından ibarətdir. Burada metal olan hissəni ümumi götürsək, metallar 40%-dirsə, deməli turşu olan hissələr də bir yerdə 60%-dir. Çünki bütün birləşmə kütləsi 100% qəbul olunsa, metallar bir yerdə 40%-dirsə, turşu qalıqlarda onda 60% eləməlidir. Cəmi çünki 100-dür. Çünki cəmi 100-dür. Və burada heç mollar bizə lazım deyil, önəmli deyil. Bizə deyir ki, bax bu 60%-li SO4-lərdə kükürt bax bu 60%-in neçə faiz, neçə hissəsi faizi kükürt, neçə faizi oksigendir. Bunun üçün baxırıq. Yazıram SO4. Burada 32 qram kükürt var. 64 qram oksigen var. Yəni 32 ilə 64-ü bir nisbət şəklində yazsaq, birin 2-yə nisbət olacaq. Yəni bundan 1-dirsə, bu ondan 2 dəfə artıqdır. Və cəmi də 60%-dirsə, bunu bir ümumi bir kütlə kimi düşünsək və bunu da x və 2x kimi düşünsək, tənlik belə qura bilərik. X üstə gəl 2x bərabərdir 60-a və 3x bərabər olacaq 60, x bərabər olacaq burada 20-yə. Deməli, x 20% imiş, yəni bu kükürt. Bu isə ondan 2 dəfə artıq 40% imiş. Yəni cəm olaraq yenə 60% elədi. Deməli SO4-lər ümumilikdə 60%-dir. Onun 20%-i kükürdün payına, 40%-i də oksigenin payına düşmüş olacaq. Burada da cavab olacaq 57-də 3 və 6. Cavab 3 və 6.